Salam, vloguma xoş gəlmisiniz. Vlogun adından artıq bilirsiniz. Mən də gəldim özümə əlbisə seçməyə Narmina xanımdan. Əgər məni Instagram səhifəmdə və ya TikTok səhifəmdə izləmirsinizsə, ən əsas da Instagram səhifəmdə, ona görə elə indi keçin və izləməyə alın. Çünki burada paylaşmadığım detalları orada hər şeyi paylaşıram. Mən hər zaman cəmi 1-2 yerdən özümə paltarları götürürəm, harasa getməyə lazım olanda və oradan bir yerdə elə Narmina xanımın yanında özümə belə bir gözəl, amma çox qısa əlbisə seçdim. Əslində bundan qısalar da var idi. Sadəcə olaraq mən qısa ümumiyyətlə geyməyi sevmirəm, amma yaraşırmış. Hətta video baxmışsınızsa, reelsə həqiqətən də yəni mən gözləmirdim ki, mənə elə yaraşsın. Amma yenə də bilmirəm niyə kompleksim var, qısa geyinə bilmirəm. Və burada artıq başqa tarixdir, 31 iyuldur. Tədbir bugün axşam başlayır. Mən də səhərdən apardım maşını yumağa. Nə yaxşı ki, elə binamızın düz altında parkinqdə var imiş maşın yumaq yeri. Moyka daha doğrusu maşın yumaq yeri. Elə ona kimi də mən tez getdim. Evdə bəzi işlərimi gördüm. Daha sonra maşınımı götürdüm, park elədim və başladım evdə hazırlanmağa. Burada baxıram ki, maşın necə də təmizdir. Ümumiyyətlə qara maşın elədi ki, bir gün, heç bir gün də yox, belə yarım gündən sonra artıq bütün toz olur, maşın ləkə-ləkə olur. Vlogu da mən hal-hazırda maşından səsləndirirəm. Səs biraz fərqli gələ bilər, amma yenə də səsləndirirəm ki, bu vlogu paylaşım. Çünki mənə görə çox maraqlıdır. Bəs sizcə? Makiyaja başlamamışdan öncə mütləq krem istifadə edirəm. Çünki zaqar eləyirəm. Demək olar ki, hər gün çalışdığım qədər gedirəm dənizə. Sadəcə xoşum gəlir. Yəni zaqar eləməkdən mən həzz alıram. Oğlumla da gedirəm, ailə ilə birlikdə də gedirik. Elə olur tək də gedirəm. Bu iki məhsulu qatıram bir-birinə və üzdə çox gözəl bronz rəngi alınır və dərin parıldayır. Heç primera və ya hansısa parladıcı bir əlavə nəyəsə ehtiyac qalmır. Mənə maraqlıdır. Elə xanımlar var ki, yayda ümumiyyətlə tonal kremdən istifadə eləmir, ancaq konsiler istifadə edir. Mən çalışdım elə eləməyə, amma elə fərqli görünürdü ki, məndə konsilerlərin hamısı çox açıq rəngdədir və yalnız konsiler eləyirəmsə, tünd rəngi də, yəni dərin rəngində eləyirəm, mənə sanki çatmır. Elə bil ümumiyyətlə heç makiyaj da eləməmişəm. Amma digər xanımlarda, yəni kim belə eləyirsə, rəylərdə yazsın, sizcə necə belə gözəl alınır? Mən heç sizə demədim hansı tədbirdir və hara gedirəm. L'Oreal'in tədbiridir. Ona görə elə L'Oreal'in də konsilerini götürürəm. Bu arada baxın necə açıq rəngdədir konsilerin rəngi. Mən belə xoşlayıram ki, gözümün altı belə açıq rəngdə görünsün ki, mən konsiler eləmişəm. Elə indi vlogun səsinə qulaq asıram ki, səsim elə uzaqdan gəlir ki, amma heç nə olmaz. Məncə yenə də baxacaqsınız. Əsas odur ki, video keyfiyyətlidir, qəşəng çəkmişəm, ona heç bir söz ola bilməz. Amma düzdür, səslənmə biraz o deyil. Elə bil ki, Temuda mikrofon sifariş eləmişəm və hal-hazırda səsləndirmə eləyirəm. O da indi maşında kondisioner yandırmışam və yolun qırağındayam deyə ona görə. Makiyajda ən sevdiyim nüans da ənlikdir və bronzerdir. Bronzeri çox eləməyəcəm, amma ənliyə baxın necə gözəl görünür. Üzüm başqa cürə görünür və hal-hazırda belə dəbdədir. Mən bəyənirəm. Kimsə bəyənmir, amma mən çox bəyənirəm və elə müştərilərim var ki, çox bəyənir. Hətta çox istəyirlər. Mən artıq deyirəm ki, bəsdir, bu qədər çoxdur, belə çox eləmək olmaz. Keçək tədbirlə bağlı məsələlərə. Deməli, belə bir suallarınız ola bilər ki, bu tədbirlərə necə gedirsiniz, kim çağırır sizi? Baxın, mən özüm onlar ilə əməkdaşlıq edirəm. Onlar özləri mənə yazırlar. Məsələn, bir bloger olaraq WhatsApp-a yazırlar, mail-a yazırlar, digər brendlara da aid, yəni tək L'Oreal-dən söhbət getmir. Biz əməkdaşlıq etdikdən sonra onlar təbii ki də belə bir tədbirlər hərdən olur, keçirirlər və onlara blogerlar lazım olur. Elə blogerlar var ki, ödənişlə gedirlər. Amma если честно, mənə biraz bu qəribə gəlir ki, sən müğənnisən, yəni sən tədbirə ödənişlə gedirsən. Bundan öncə biz əməkdaşlıq etmişik deyə məni çağırıblar və məncə getməməyim düzgün olmazdı. Hətta orada bir çox bloger var idi, çox tanınmış blogerlar da var idi. Çox əyləncəli keçdi, Ritz-Carlton'da keçirildi. Təbii ki də mən həmişə kimi gecikdim. Amma bəzi xanımların
blogerların dediklərinə görə sən gecikdin, amma çox şıksan. Çox sağ olun. Əgər bu vloqa baxırsınızsa, öpürəm sizi buradan və mənə gözəl yazan izləyicilərim də hər birinizi öpürəm. Xoş sözlərinizə görə. Ümumiyyətlə belə tədbirlərə, eventlara getməyi çox bəyənirəm. Çünki yeni tanışlıqlar bu mütləqdir bir bloger üçün. Özü də Azərbaycanda, yəni bizdə çox redki, çox az keçirilir, amma belə eventların olması, blogerları bir yerə toplanması məncə çox əladır. Məsələn, burada bir xanımla izləyirik bir-birimizi, nə qədərdir, amma real həyatda heç cür görüşə bilmirdik, amma burada görüşdük. Daha sonra belə hədiyyələri bizə təqdim elədilər. Nə hədiyyə etdilər isə onu mən sizə Reels'da göstərəcəm. Burada baxmayın, Reels'da baxın, ona görə Instagram və TikTok səhifəmə mütləq abunə olun. Mən oturdum hardasa 1-2 saat. Daha sonra yenə də davam edirdilər. Hətta belə parti oldu, amma mən artıq o vaxta kimi qalmadım. Çünki səhər mən dənizə getməliyəm rəfiqəm ilə. Ona görə artıq getdim evə. Əsas məni dəvət elədilər. Mən getdim, məni gördülər, söhbət elədik. İndi qayıda bilərəm rahat ürəklə. Amma çox maraqlı idi, çox bəyəndim. Bir də ki dress code eləmişdilər və hər kəs qara rəngdə, bənövşəyi rəngdə, gümüş rəngdə geyinmişdi əyinlərini. Bir sözlə çox maraqlı keçdi. İndi isə keçirik artıq digər günə, yəni 1 avqustda. Bu səfər gəldik rəfiqəm ilə Narşaraba. Basenləri təmizdir. Axşama yaxın təbii ki də hər yer çirklənir, pis günə düşür. Kontingent olaraq da yaxşıdır. Bir də məndən soruşursunuz ki, necə belə qaralırsınız? Bəli, bu məhsullar ilə qaralıram. Kök yağını alıram aptekdən, Garnier və Eda Taşbaran. Sadəcə olaraq 0 SPF-siz. Çalışın SPF-siz yağ istifadə edin və qaralacaqsınız. Həftə içi qiymət 25 manatdır, həftə sonu 30 manatdır, 10 manat depozit dəsmal və şkafadır. Çıxanda sizə 10 manatı qaytarırlar. Dediyim kimi buranın kontingenti çox yaxşıdır, normal, səviyyəli. Ən bəyəndiyim bu yay Amburan oldu və bura oldu. Bir də ki, bəzi dənizlər oldu, amma yenə də hal-hazırda dənizlər, yəni baseyn olan yerlər yox, akvaparklar yox, çox çirklidir. Və bu yay dənizə demək olar ki, girmədim, amma göstərmək istəyərdim ki, yəni bura Şıxov plajıdır, necə də təmizdir. Hətta mən burada çoxlu balıqlar gördüm və balıqlar qorxmadan yanımda üzürdülər. Bir dənə bu yosunlardan qorxuram, ona görə belə keçirik bu yosunları və çox da təmiz dəniz idi, çimdim. Bunlar hələm çox balaca balıqlar idi, amma həqiqətən də çox böyük balıqlar da var idi. Bir günümüzü də burada keçirdik. Əsas mən zaqar eləməyə gəlirəm. Günün sonunda isə vaxtımı oğlumla keçirdim və oğlumu göstərmək istəmirəm. Çalışdığım qədər göstərmirəm, ancaq reelslarda göstərirəm. Çünki xanımlar istər-istəməz gözləyir, gözə gəlir uşaq. Məncə siz də öz körpənizi çox paylaşmırsınız. Məndə əsas mənim vloqumdur, beauty vloqdur deyə çalışdığım qədər yalnız və yalnız özümü paylaşıram. Çox sağ olun ki, izlədiniz vloqu.